Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub xəsarət alanlar var. Hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, Ford markalı yük maşını ilə Mercedes Vito markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mingəçevirdə yas məclisi zamanı ölüm hadisəsi baş verib. Hadisə Təbriz küçəsində yerləşən mərasim zalının önündə baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Bəhramova Solmaz Abdulla qızı yas məclisində iştirak edən zaman dünyasını dəyişib. Qəfil ölümün səbəbi isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.